Hər kəsə salamlar. Amerikada saatına $11 qazandığımız toyda bir günümüz belə başlayır. Əvvəlcə menecerdən göstərişləri alırıq və iş planımızı qururuq. Daha sonra verilən tapşırıqları səbirlə yerinə yetiririk. Bu arada mətbəx və içki barını yoxlayırıq, lazım olan bütün düzəlişlərin hamısını edirik. Ardınca qonaqlar zala girməmişdən əvvəl zalın son yoxlanışlarını aparırıq. Azərbaycandan fərqli olaraq burada qonaqlara öncədən seçim etdikləri yeməkləri təqdim edirik. Biraz fasilə veririk və öz yeməklərimizi yeyirik. Sonda isə geri qayıdıb atəş və şanlığı izləyərək məclisi bağlayırıq. Sizə xoş izləmələr. Sizlə mən idim, Teymur Abdullayev. Ümid edirəm videonu bəyənərsiniz. Deməli sizə bizim işdə olan geyim qaydasını göstərim. Qara ayaqqabı geyinməliyik. Məndə biraz cırılıb. İnşallah pul yığım alacam təzəsini. Qara şalvar, qara bu nədir bilmirəm, ağ saruşka, belə də kostyum. Burada radiomuz var. Mən indi bunu tutan əşya nədir var? Bunu tutan əşya nədir? Nəsə bilmirəm. Tutağazı yoxdur. Naşık da göstərir. Bir də burada prezident axranasının naşıkı var. Bunu da qulağımıza taxırıq. Ofisiantlıq eləyən vaxtı ki, yəni camaat eşitməsin qışqırtıları. Rafal şefi görə bilərsiniz. Bunları nə edirlər Amerikanlar? Bunlar salatlar üçündür. Saladı bununla, bir də bu rançdır elə. Bu nədir bunlar? Bunun adı rançdır. Bilmirik nədir. Salat da bununla yeyirlər. Göstərəcəm nətər olur o proses. Bu da Meksikan üsulu bir soyuq gələn altlardan biridir. Stasi salat dadını verir. Yaxındır ona. Neysə belə. Deməli, burada da bizim soyuq gələn altlarımız var. Yeməkdən əvvəl yeyirlər. Biz bunları paylarıq bir-bir yaxınlaşıb. Neysə belə, burada göbələk idi, burada ətlər olmalıdır. Ətlər, bu da krabdır səhv eləmirəmsə. Belə. Abi git, are you ready? Let's go! Abi is angry today. Yes, so angry and so offensive as always. During the work he's really nervous. Nervous and crazy man. Of course, you are doing bullshit things. I am nervous. Of course, I am. Why you are doing bullshit things? You If need Abi to... is really good. Really good friend. But Yeah. work. Not recommendable. Deməli, buradakı biraz sizə problemli işlərdən birini danışım. Bu çöldəki stollar var, hansı ki cəmaət gəlir oturur orada, onların nikah prosesi gedir. Yəni o stolları təmizləmək, yəni bir dənə problem odur, yoxsa belə yaxşı işdir. Yəni çölün istisində biraz təmizləmək narahat olur, sonra da gəlib işləməlisən tərin suyun içərisində. Yəni orada da əyləşirlər insanlar, öz yaxınları xoş sözlərini deyir, alqışlayırlar, eləyirlər. Rafalın ən sevimli işlərindən biri seremoniya sayını təmizləməkdir. Deməli, burada nə edirsən? Gəlirsən bu günəşin altında, istinin altında, stollar bir-bir hamısı təmizləsən ki, gələn insanlar rahat otura bilsin. Burada gəlib nə edirlər? Otururlar, öz xoş sözlərini deyirlər bir-birinə. Burada elə bir mikrofon, podium olur burada. Yəni sizə biraz aşağıdakı tədbirdən danışım, nə edirlər? Otururlar orada, valideynlər gəlir, öz xeyir duasını verir, biraz söhbət, biraz xoş xatirələrdən danışırlar, nətər tanış olublar, onlardan danışırlar. Axırda da alqışlayırlar, belə də məclisləri qutarır, qalxırlar 2-ci mərtəbəyə. Sizə göstərim. Yəni, çox yaxşı mənzərəsi var burada. Həm də bunların burada nikahları olur elə bil. Deməli, sizə biraz Amerikan toylarının dekorasiyasından danışım, necə olur bunlarda proses. Gördüyünüz kimi, yəni otaq çox sadədir, çox sadə dizayndadır. Sadəcə fərqli ola biləcək şeylərdən biri budur ki, gəlinlə bəy stolu ikisi bir yerə deyil, dostları da hətta yanında otururlar. Stollarına belə güllər qoyurlar hər dəfəsində. Menyunu paylaşırlar ki, nələr olacaq menyuda. İndi sizə yeməklərdə çəkib göstərəcəm. Burada da bardır. Yəni içkiləri Fanta kolanı da stolun üstünə qoymurlar. Hamısını yerləşdirirlər bura, yaxınlaşırlar insanlar. Buradan öz içkilərini alırlar. Yəni proses belə baş verir. Alkoqol da həmçinin bardan alırlar. Yəni proses budur. Normalda biz gəlib bu koridorda dayanıb söhbət eləmirik, amma axırıncı günümüzdür deyə rahatıq da yəni. Nə eləsək də heç kim bizə deyə bilməz. Dartford F-i göstərdim. Hə, Dartford F-i. Deməli, bizim burada bir-iki dənə sirli yerlərimiz var, hansı ki işləmək istəməyəndə gedirik orada bir 2-3 dəqiqə otururuq. Gözləyək ki, biraz istirahət eləyək, həm biraz vaxt keçsin, işlər qutarsın.
Sehirli yerlərdən biri də Dartford F-dir. Deməli, burada nə edirik? Görürsünüz, orada qəşəng VIP yerlər var. Stolların arxasında deyə heç kim siz görmür. Buranın da işığını söndürsəz, vəbşim görünməz adam olursunuz. Elə Rafal? Ay, telefonla oynamış. Və sizə bufetin son halını göstərim. Necə olacaq bura? Bunların hamısını yerləşdirmişik. Burada müxtəlif cür yeməklər olacaq. İnsanlar yaxınlaşıb bir-bir sırada gözləyib götürəcəklər yeməkləri. Burada da soyuq qəlyanaltılar yenə. Belə bir qarışıq meyvə boşqabıdır. Burada da sağlam qida. Rafal, hazırsan? İndi gözləyirik ki, aşağıdakı tədbir bitsin, hamı qalxsın yuxarı. Biz də başlayaq onlara qulluq eləməyə. Şamları da yandırmışıq. Artıq tam şəkildə hazır vəziyyətdəyik burada. Belə, burada da barımız var. Orada da alkoqollar satılır. Onu deyim ki, bu toy təxmini neçə min dollara başa gəlir, Rafal? 30-40 min. 30 min dollardan, 25 min dollardan başlayır. Çünki içkilərə çox pul verirsiniz. Hardasa 10 min dollar içkilərə yaxın pul verirsiniz. Sizin orada sodanız olsun, alkoqolunuz olsun, hamısı elə gəlib 10 min dollar eləyir. Plus sizin yeməkləriniz də var, burada dekorasiya var. Nə bilim, bizim pulumuz da var burada, ona görə biraz gəlib normal pul eləyir. Is we're going to release the table, so I will release the table. Brittany, I would say Brittany and Timur, I want you guys to monitor the buffet line. So there's 2 buffet line. I guess you can do that. Brittany, monitor the buffet line. You and you and you run the food. Hi, my name is Diane. I'm the banquet director of the Heidel House. Mic checked. 1, 2, 3. Yeah. Mama. I'm the second mom of the J1s. And then the first mom is there. No? Look. Like what? Am I pretty? Okay. Hi guys, welcome back to my channel. Thank you for watching. Please don't forget to like and subscribe and share this video. There you go. I hope you don't forget about me, huh? Yes. Artıq demək olar işin 90%-ni bitirmişik, fasilədəyik. Deməli, yemək göstərim, nələr yeyirlər adətən. Belə bir ətli göbələk ilə qızardıblar, bir də kartoşkadır. Əslində çox seçim var idi, amma mən ikisini götürmüşəm. Oturmuşam müdürün kreslosunda. Birinci səfərdir burada otururuq, çünki bizim axırıncı günümüzdür, gedirik. İndi yeyək-içək. Axırıncı iş günüdür bugün, belə. Hal-hazırda gəlmişik Pleasant Point-ə. Bura birinci mərtəbədə olan toy zalıdır. Buradan çölü rahat görmək olur. Deməli, yenə fişənglər partlayacaq. Sözə. Məsələ oxşur, fireworks var. Deməli, bayaqki atəşfəşanlıq hər toyda yaşanmır. Birinci səfər idi. Elə biz getdiyimiz günə şans gətirdi, düşdü. Neyse, çox xoşbəxtik. Hisslərimizi ifadə edə bilmirik kameralar qarşısında, eləmi? Gecə vaxtıdır. İndi bütün bu əyləşdikləri stolları hamısı geri qaytarırıq.
Bizim orada bir dənə xüsusi yerimiz var ora. İndi gəlmişik gəlin otağını təmizləməyə. Neyse belə. Videolarda görüşənədək bilirəm videolar biraz gecikir, amma səbr edin. Şey qaldı. Göydən 3 alma düşdü. Biri mənim başıma, biri təmizlə. Alım bu nədir? Yaxşı da, yaxşı da. Nağıl danışmasan da. Başlayaq. Misal stili sən başlayaq. Başlayaq. Hardan gəlmisən? Ola bu şey zarafatlarım da ağadır. Bir. Biri avtobus, biri bura mənim evimdir. Bir. Bəli, bura mənim evimdir. Barə, sakit yerinə getiririk. Oradan mətbəxi və Məsələn sən sakit yerine yetiririk nə də var. Allah, səb düşüyor.